Azərbaycanda iş adamının milyonlarla pul ələ keçirilir. Valyutaz Qafqazinfoya istinadən xəbər verir ki, Sindoruyu və Pençak Silah Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. Araşdırma nəticəsində məlum olub ki, onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar və dəstə üzvləri Quvat Beybutovdan hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Prokurorluq zərər çəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatını ödətdirib. Ceyhun Əşrəfov barəsində bir neçə gün əvvəl məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri isə həbs edilib. Qeyd edək ki, zərər çəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub.